Çağrı efirdə dəyərli tamaşaçılar, xatırladıram ki, telefonlarımız 510 32 79 və 492 16 20 nömrəli telefonlarımız açıqdır. Ondan başqa 69 74 SMS ünvanımız açıqdır və xatırladıram ki, əziz tamaşaçılar, bax, Herbaflora şirkətinin gözəl fitanatlarından stolumuzun üstündə var. Bax, bu Herbaflora şirkətinin buraxdığı sudur. Yəni, fitanat adı altında buraxılmış bu sudur. Əslində qalanda bu su monomolekulyar sudur. Bu elə bir sudur ki, bu dağ çaylarına, dağ başında ərimiş qarların suyuna bənzəyən sudur. Onun molekulyar tərkibi elədir ki, hüceyrələrimiz üçün çox faydalıdır. Hüceyrələrin membranına asanlıqla daxil olur və orada bədənimizin ayrı-ayrı orqanlarına çatdırılmaq üçün lazım olan kifayət qədər, yəni belə deyək, onun xassəsi var. Bu xassəsinə görə də bu dünyanın ən gözəl sularından biri sayıla bilər və bunun araşdırmalar aparılan hissəsinə nəzər salsaq, yəni bu suyun istehsalı Amerika və Azərbaycan şirkətlərinə məxsusdur. Belə ki, onu Azərbaycan və Amerika alimləri birlikdə kəşf ediblər. Bu çox gözəl bir sudur və bu sudan məhz fitanat limonadlarının tərkibində var. Odur ki, fitanat limonadlarını alın və için bizim marketlərdə var. Fitanat limonadları yayda ən sərinləşdirici və gözəl içkilərdir. Tərkibcə müxtəlif çeşidlərdirlər. Tərxundan tutmuş, feyxuadan tutmuş, ta qızılgülə qədər ən gözəl meyvə və tərəvəzlərdən ibarət fitanat limonadlardır və bunlardan içməyi məsləhət görürəm. Əgər şəkəri olanlar isə adicə bax bu sudan elə müalicə vasitəsi. Dəri xəstəliyi olanlar gündə ən azı 2 litr bax bu sudan içsələr gözəl fayda tapa bilərlər. Sadəcə olaraq bir qədər zəhmət çəkmək və bu suyu axtarıb tapmaq lazımdır. Mən isə qayıdıram bayaqki sualın cavabına. İstəyirəm Füzuli müəllim, siz də bir cavablandırasınız. Bayaq zəngin. Buyuruz. Deməli, biz düzdür, biz buradan tam olaraq diaqnoz deyə bilmərik. Amma bizim dediyimiz reseptlər, şəxsən mənim dediyim reseptlər sağlam adamlar da eləsə yaxşı olar. Yəni, biz bir problemi yoxdur. Əksinə, dəri üçün, bəli, dəri üçün yəni sağlamlaşdırıcı bir reseptlərdir. Deməli, yaxşı olar ki, axşamlar bizim badam yağını nazik qatılar, üzünə çəksin axşamlar. Səhərlər isə, səhər və günortalar isə deyərdim 2 dəfə salisil spirti satılır apteklərdə. Bu salisil spirtin içərisinə, məsələn, əgər salisil spirti 100 qramdırsa, 10 qram gülünbahar bitkisini götürün, xırda-xırda doğrayın. Bizim gülünbahar da olar, məsələn. Çiçəklərini xırda-xırda doğrayın. Onun içində bir həftə qalsın. Bir həftədən sonra gülünbahar bitkisini atın, onun suyu ilə sifətinizi gündə 2 dəfə silin. Yəni, bu, sağlam adamlar da bunu edər, xəstə adamlar da edər. Yəni, dəri ləkələrin götürülməsi gözəl vasitələrdən biridir. Bir də daxilə hepartiya çayı içsin. Çünki qaraciyər təmizləmək üçün də hepartiya çayı yaxşıdır və bir də qaraciyərə istirahət vermək üçün mən deyərdim ki, düyü, məsələn, biz neçə dəfələr demişdik burada, düyü reseptləri, deməli, bir gün qaba bir 100 qram düyünü qoyur və bu sabahsı gün yenə 100 qram qoyur, beləliklə 7 gün olandan sonra birinci gündəki düyünü yeyir. Yəni, bu orqanizmin təmizlənməsi üçün, sifətin ağardılması üçün çox gözəl vasitədir. Yəni, yavan düyü, səhər-səhər az qarnına yavan düyü yemək və onun suyunu içmək çox gözəl bir sifət ağardıcı bir vasitədir. Təsadüfi deyil ki, Malayziyada demək, gəlin hələ 40 gün qalmış, onu hər gün düyü vannasında, yəni düyü həlimində çimizdirirlər. Hər gün ona çit düyüdən xüsusi yeməklər pişirib verirlər və düyü üzünü ağartdığı üçün ancaq düyü yeməklərindən ibarət bir fəhris verirlər. Yəni, bu 40 gün özdə. Arpa kəpəyi var, arpa kəpəyi. Arpa kəpəyindən vanna olunur. Adam elə özü, məsələn, diatezlərdə, dəri xəstəliklərində, sağalmayan dəri xəstəliklərində, pişməcələrdə arpa kəpəyindən vanna olunur. Adam özü uzanır vandanın içinə. Çox gözəl bir effekt verir. Bunu da istifadə eləmək. Yəni, ucuz da bir başa gələn bir maliyyə. Özdə dəri qaşınmalarında bunun əvəzi yoxdur. Bir də əl çatları zadı olur, görürsünüz ki. Xüsusən də qışdan çıxanda görürsünüz, bəzi adamlarda, məsələn, kəsək adamlarında elə şeylər olur. O kəpəklərdə uzanmaq və yaxud da əli orada bir içi olmasa yarım saat çox gözəl. Deməli, bir nəfər olur, Peyğəmbərimiz sallallahu buyurur ki, mən deyir, sizin üçün özəl bir çörək hazırlamaq istəyirəm. Peyğəmbərimiz sallallahu deyir, buyur. Bu adam başlayır kəpəyi undan ayırmağa ələ ilə. Peyğəmbərimiz sallallahu saxlayır, deyir ki, mən və ümmətim belə bir şey yemədik. Təzən onu bir-birinə qarışdırır, deyir, indi çörək hazırlayın. Yəni, o kəpəkdə olan şəfa, həqiqətən də onda çox gözəl bir şəfa var. Bizim onu bilmirik, yəni kəpəkli çörəyi yemək belə çox sağlamlıq üçün gözəl bir şeydir. Təşəkkür edirəm. Sadıq doktor, siz danışmırsınız, yəni şübhəsiz ki, gözləyirsiniz, yəqin sizə xüsusi söz verilsin, amma buyurun, siz də bir
həm Herbaflora şirkətinin nümayəndəsi kimi, həm də Fitaklubun bir sahibi kimi, yəni İçəri şəhərdə olan Fitaklubun sahibi kimi buyuruz. Mən də bu məqsədlə xanıma deyə bilərəm ki, bu məqsədlə, yəni dəridə olan ləkələrin aparılması məqsədi ilə Füzuli doktor dedi, gülünbahar bitkisi. Bu məqsədlə dazotlu bitkisinin də spirtli məhlulundan istifadə eləmək olar. Həm də daha asan bir şey, o cəfəri göyərtisi var. Ondan bir dəstə alır, kökü ilə bir yerdə elə doğrayır və onun üzərinə müəyyən miqdar 200 qram araq əlavə edilir və 2 həftə qalır. Ondan sonra bu süzülür və deyək ki, dəri boyuna silinə bilər. Həmçinin xiyar losyonundan da istifadə edə bilər. Yəni özləri də bir xiyarı doğrayıb üstünə araq əlavə edə bilərlər. 2 həftə qalandan sonra yenə də o ilə dəri silinəndə yenə də bu ləkələrin aparılmasına xidmət edir. Çox sağ olun. Belə bir şey var, indi hal-hazırda ağ tut yetişib və qurtarmaq üzrədir. Ağ tutun özündən yığıb bir miqdar, günün qabağında onu əzib qoyurlar. Sonra onun həlməşiyindən, yəni gözləm 1-3 gündən sonra həmən onu ilə müəyyən bir kompreslər eləyəndə yenə də həmən ləkələrə yaxşı təsir göstərir. Və bir də yaxşı şey var ki, dəri ləkələrində bu da nədən ibarətdir? Ağartı məhsullarından qaymaq, limonun suyu və həmən o dediyiniz cəfərinin suyu. Üçünü bir-birinə qatıb, bundan da gündəlik maska şəklində istifadə edə bilər. Çox gözəl nəticələr verir və yenə də xatırladıram, bax bu monomolekulyar sudan isə həm üzü yumaq, həm gün ərzində bundan 2 litrə qədər hal-hazırda içmək. Demək, bu nəyə görə? Bayaqdan həkimlər deyirlər. Çünki daxili orqanlardakı xəstəliklər bizim dərimizdə, üzümüzdə əks olunur. Yəni bir ayna kimi əks olunur. Bu mənada demək dəri xəstəlikləri daxili orqanlarımızın xəstəliyidir əslində. Ona görə nəticəni deyil, səbəbi müalicə eləmək lazımdır. Səbəb isə müalicə olunmaq üçün mütləq daxili orqanları müalicə eləmək lazımdır. O cümlədən də həkimlər deyirlər, bax qurd xəstəlikləri, müxtəlif qurd invaziyaları da dəridə müxtəlif ləkələr, müxtəlif xəstəliklər əmələ gətirir ki, bunun da qarşısını almaq üçün əvvəlcə bir diaqnoz olmalıdır. Alo. Bəli. Bəli, eşidirik. Alo. Bəli. Salam aleyküm. Aleyküm salam. Salamlayıram hamınızı. Təşəkkür edirəm, buyurun. Hər vaxtınız xeyir. Mənim sualım dəri həkiminədir. Buyuruz. Mənim oğlumun 20 yaşı var, başında qaşıntılar var. Yəni 2 ilə yaxında o qabıqlar var başında. Qaşıyır, tökülür o çiyninə, kürək hissəsində. Həmin yerə qaşınır və orada qara nazik ləkələr, belə güclə görünən ləkələr əmələ gəlir. Ancaq qolları və çiynin hissəsindədir. Saçı tökülürmü? Yox, saçı tökülmür, ancaq başında qabıqlar var da. Qovaq şəklində, bəli, ona qovaq deyirlər də, baş qovaq. Onu yuyuruq, həmin gün yuyur saçın, bir gün olmur. Onun sabahlı gün təzədən yenə qaşınma verir, o qabıqlar tökülür yenə çiyninə, həmin yerdə yenə qaşınır, qara ləkələr əmələ gəlir. Aydın oldu. İndi onları mən necə müalicə edə bilərəm? Aydın oldu, indi həkimlər cavablandıracaqlar. İkinci zəngi qəbul edək. Alo. Bəli. Salam aleyküm. Aleyküm salam. Həkim, mənim 63 yaşım var. Bəli. Məndə gəzən Dəmirov var. Dəmirov. Elə bir kənəmdə olur, sağaldıram da keçir qoluma ki, sağaldıram keçir başqa yerə gəzir, bu Dəmirov gəzir. Gəzir, bəli. Amma bir söz deyim sizə, bu neçə ildir sizdədir? Hardasa məndə bu 17-18 ildir belədir. 17-18 ildir. Üzr istəyirəm bu sözümə görə, yəni siz içki istifadə edirsiniz. Nə? İçkidən istifadə edirsiniz? Hardasa 6-7 ildir yox. 6-7 ildir yox. Bilirsiniz niyə görə bunu soruşdum? Bu o xəstəliyin ən birinci şərti pəhrizdir, ona görə mən soruşdum, bu sualı verdim sizə. Təşəkkür edirəm, çox sağ olun. Doktor, buyurunuz. Demək, birinci qovaq məsələsi. Bu 20 yaşlı uşaqda hər halda yəqin ki, quru seborreya deyilən bir problem var. Yəni, seborreya yağ bezlərinin, yağ vəzlərinin xəstəliyidir. Bu yağlı forması, bir də sıx forması var. Bu quru forması çox vaxt başın tükülü hissəsində, yanaq nahiyələrində və eyni zamanda cizələrlə bir yerdə, yəni o akne vulgarislə bir yerdə paralel gedə bilər. Aydın məsələdir ki, burada bu keçid dövrünə aid olan bir problemdir. Bu yüzü vasitələrdir, digər şampunlardır və nələrdir, bilmirəm, nə istifadə edilir. Ancaq məsələ ondadır ki, dərinin proliferasiyası, yəni yenilənmə problemi var uşaqda. Keçici bir haldır, yəni inşallah müalicə olunsa keçə bilən bir haldır. Burada yenə də əsas məsələ saçın dibində bu su-duz mübarizəsidir.
mübadiləsinin pH-ın faktorudur. pH çünki turşuluğa doğru getdikcə aydın məsələdir ki, qabıqlanma çoxalır və dərinin yenilənməsi sürətlənir. Əslində dəri yenilənməlidir, tutaq ki, 28 günə, bu cür hallarda 15 günə, 10 günə yenilənmə gedir və üst qat, buynuz qat tez qopur düşür. Və buna qovaq xəstəliyi deyirik, yəni kəpəklənmə xəstəliyi deyirik. Müalicə üsulları yenə də müxtəlif şampun və yağlardır. Həqiqətən də bizim Herbafloranın müəyyən yağları var, onu doktor haqqında məlumat verər. İstifadə etdikdə axşamlar bir dəfə o qabıqlanmanı aradan götürəcəkdir. Və bir müddət sonra o problem həqiqətən də aradan götürüləcəkdir və o qabıqlanma görünməyəcəkdir. Ancaq burada birinci məsələ də yenə də odur ki, həzm sistemində hər hansı problem olub-olmamasını araşdırmaq lazımdır. Mədə turşuluğunun artıqlığı hiperaksit qastrit zamanında bəzən bu quru sebariya və ya yağlı sebariya da rast gəlinir. İkinci zənglə bağlı Dəmirov xəstəliyi ki, dedi ki... Pasiyentimiz onu düzgün izah edə bilmədi. Gəzən Dəmirov belə bir şey deyil. Sadəcə orada diaqnoz dəqiqləşdirmək lazımdır ki, diaqnoz nədir? Ola bilsin, siz deyən kimi, yəni hər hansı daxili orqanların disfunksiyasından mövsümü olaraq deməli, kəpəklənmə ilə xarakterizə olunan müəyyən dermatoz əmələ gəlir. Bu və digər nahiyələrdə bu qaşınma ilə də müşahidə oluna bilər. İkinci pasiyentimizə yəqin ki, müayinə lazımdır. Çünki anamnez toplamaq mümkün olmadı. Təşəkkür edirəm. Çox sağ olun. Füzuli müəllim, bizim bu birinci sualla bağlı. Herbaflora firmasında fitoton rəngsiz xınamız var. Belə bir... Yaxşı olar ki, bir həftədən bir, 10 gündən bir, təxminən bir 4-5 dəfə bundan istifadə eləsin. Sonra ikinci olaraq saçlarını yuyub quturandan sonra 1 litr suya 1 xörək qaşığı alma sirkəsi. Alma sirkəsi tökülür, bir xörək qaşığı 1 litr suya tökür, ondan təzədən yaxalayır sabunsuz. Bununla bir də saçlarını gündə 2 dəfə darıyanda darağın dişlərini qaracirə yağına batırsın, saçını darasın. Yəni bunları eləsin, inşallah bir 15-20 günə keçəcək. Təşəkkür edirəm. Sadıq doktor, əlavəniz varsa buyuruz. Əlavə onu deyə bilərəm ki, yəni limondan da istifadə eləmək olar. 4 ədəd limonun qabığı 1 litr suda qaynadılır və doktorun dediyi kimi saçlar uyulandan sonra bu məhlula yaxalanır. O da çox gözəl, o qovağın aparılmasına çox gözəl xidmət edir. Təşəkkür edirəm. Bir də keçmişdə, elə indi də bəzi adamlar eləyirlər, belə bir şey var. Götürürdülər, məsələn, saçın başı yuyandan sonra müəyyən çalışırdılar ki, əvvəla çox kimyəvi sabunlardan istifadə eləmirdilər. Yəni, bir tipli sabunlardan, müəyyən, məsələn, yaşıl sabun deyilən apteklərdə satılmış sabunlar satılır və yaxud da ki, xüsusi gigiyenik sabunlar var ki, keçmişdə sulsina deyilən və s. sabunlar vardı. Selen sulfit lazım. Bəli, bunlardan istifadə edirlər, amma yuyub qutarandan sonra yarım bankə, yəni yarım litr suya 1-2 qaşığı ev sirkəsi tökürdülər və bundan saçın diblərini və başı yaxalayırdılar və çıxırdılar. Bu çox gözəl nəticə verirdi. Və bir dəfə də həmişə mən deyirəm, bir dənə şey var və başı yuduqdan sonra ovca bir ovuc duz alıb, adı duz. 15 dəqiqə başın, saçın diblərini masaj eləyəndə sibariya xəstəliyindən qurtulmaq olur və fitoton xınalarından istifadə eləmək şərti ilə, belə ki, fitoton xınaların bir ay müddətində istifadə olunduğunda çox gözəl nəticə. Füzuli doktorun əlində nəsə vaxt var, Füzuli doktor, buyurun. Bir dənə resept deyim, vaxt varsa əgər, dəri xəstəlikləri üçün, ümumiyyətlə Dəmirovlar üçün, pişməzələr üçün, ümumiyyətlə dəri xəstəlikləri, revmatizma üçün, məsələn, bu olur, istifadə. Biraz çətin hazırlanır, amma yenə də bu bitkinin adı, buna söğürkülü deyirlər biz Azərbaycanda. Türklər buna zəqqum ağacı deyir. Yəni, bu çox zəhərli bir bitkidir. Bizdə hər yerdə əkilir. Xüsusən çox təəssüf ki, hər yerdə əkilir. Bu bağçaların yanına, məktəblərin yanına bunun əkilməsi qadağandır. Çünki çox zəhərli bir bitkidir. Amma heç kim buna baxmır, amma əkir. Yenə də, amma bu dəri xəstəlikləri üçün çox gözəl bir bitkidir. Yəni, çox zəhərli olduğundan da belə, amma zəhərli şeylər də həmişə, deməli, necə hazırlanır bu? 500 qram götürülür şalğam suyu. Şalğam suyu satılır, yəni, şeylərdə satılır. 500 qram şalğamın suyu götürülür. 150 qram bunun elə belə hazır forması da götürülür. Xırda-xırda doğranılır, səhli də olar, yarpaqlı da olar, belə. 150 qram bundan götürülür. 50 qram götürülür söyüdü ağacının qabığı. Bunlar bir-birinə qarışdırılır və üzərinə əlavə olunur 150 qram zeytun yağı, 50 qram qarazirə yağı. Və bu su bitənə qədər qaynadılır. Təxminən 30 dəqiqə müddətinə qaynadılır, yağ hissəsi qalır. Yağ hissəsi qalandan sonra isə buna balın mumiyası əlavə olunur ki, onu qatılaşdırmaq üçün biz həmişə burada hazırlamışıq. Bal mumiyası əlavə olunur və bu krem halına gəlir.
Bu deməli mən saydığım dəri xəstəliklərinin, məsələn, çox adamlar var, qolunc olur, çoxlu qolunc olur, bel ağrılarında, revmatizmalarda, ümumiyyətlə dəri xəstəliklərində, pişməzələrdə, diatezlərdə, dəmirovlarda, yəni bu xalq təbabətində bundan çox geniş istifadə olunur. Bizdə yox. Türkiyədə məsələn bu geniş istifadə olunur, mən bildiyim reseptlər. İndi bizdə də yavaş-yavaş onlar da, çünki bizdə də bu çoxdur həqiqətən də. Amma son zamanlar onu yığışdırıblar. Yalnız məsələn müəyyən rayonlarda, Yox, deyərdim çox, şəhərdə çox. Var, hə, mən də görmüşəm. Yol qıraqlı, qabaq lap çox idi. Yəni o qədər çox idi ki, hətta onun bir kəskin ətri var. Məndə həmişə allergik şey yaradır. Ha, bu çox şəkil. Bizdə Filarmoniya parkında lap aptekə girən yerdə Çoxdur. Məsələn, Napoleon əsgərləri o vaxt Rusiya hücum eləyəndə bunun uzun-uzun belə zoğları olur. Ondan kebab bişiriblər, 12 nəfər olub. Kebab bişirib 9-u həmən ölüb, yerində ölüb. Yəni bunun çubuğundan kebab bişirib. Çox zəhərli bir bitkidir. Ona görə də ehtiyatı əldən vermək lazımdır, ehtiyatlı davranmaq lazımdır. Alo. Alo. Bəli. Salam doktor. Əleykümsalam. Doktor, mənim 4 yaşında uşağım var. 2 ildir onda limfa vəzisi var. Müalicə elətdirirəm, şişir qızdırma verir, olur 38-39 dərəcə qızdırması. Aparıram həkimə, müalicə yazır, gətirib eləyirəm, keçir. Üstündən 2-3 ay ötürü yenə şişir qızdırma verir, uşaq yemir, içmir. Və limfa vəzisi 2 ildir yaman. Hansı tərəfində şişir? Hə? Hansı tərəfində? Sağ tərəfində. Əvvəl birinci dəfə şişəndə ikisi də şişdi. Boyun hissədə, qoltuq altı hissədə, harada? Boynu, boğazı. Boyun hissəndə. Aydın, təşəkkür edirəm, sağ olun. İkinci zəngi qəbul edək. Alo. Alo. Bəli. Salam. Əleykümsalam. Qonaqlarınızı da salamlayıram. Doktor, mənim sualım allergiya ilə bağlıdır. Mənim mədəmdə ağrı olur, küt ağrı olur. Vurur bədənimdə allergiya tökür. Deyim, görüm o nəyin? Neçə yaşınız var xanım? 35 yaşım var. 35 yaşınız var və bu neçə müddətdir belə olur? Neçə müddətdir, hatta 5-6 ayda ilə olur. Əlləsizdə başlayanda başımda şiş oldu, dodağım şişdi, gözüm şişir. Aha. Allergiya, küt ağrı olur. Amma o dodaq şişəndə yara kimi olmadı ki? Xeyr, qolum şişir, qolumda çeyim olur. Sizin dodağınız şişirsə, siz ola bir hansısa məsələn bir dərman qəbul eləmisiniz, o sizə düşməyib. Olubmu elə bir şey? Xeyr, heç o bir dodağımda olur, ayaqlarımda olur, əllərimdə. Revmatizma yoxdur. Ən çox ayağımda, dirsəklərimdə də, qollarımda. Bəs revmatizma yoxdur sizdə? Revmatizmi yoxlatdırmısınız? Xeyr, yoxlatmamışam, ancaq bütün analizləri vermişəm, zol saldırmışam, deyiblər, azda iltihab var mədəmdə. Bağırsağında uzanma var. Aha. Qəbizlik var azda. Qəbizlik var. Buradan başlamaq lazım idi. Elə hər şey var. Qəbizliyə qarşı elə cavalız deyiblər yeyirəm. Hə, aydın oldu. Buradan başlamaq lazım idi. Qəbizliyi var. Ancaq belə allergiya bilsin nətər, köpəşiyir, ağza qana sancır köpəşiyir. Bax, hələ köpəşiyir, bir yarım saat çəkilir. Amma bu qabaq sizdə yox idi də, 5-6 ayda olub. Xeyr, təzə olub da 5-6 ayda olub. Aydın oldu. İnşallah deyəriz, keçər. Təşəkkür edirəm, sağ olun. Doktor, buyuruz. Buyurun. Füzuli müəllim, buyuruz. Deməli, dedik ki, bu limfa vəzləri, ümumiyyətlə biz çox suallar olub, bizə SMS-lər də olub. Limfa bədənin qoruyucu bir sistemidir. Limfa əgər məsələn boyun nahiyədə şişkinliklə baş verirsə, yaxşı olar ki, pulmonoloqun bir məsləhət eləsin. Yəni çünki bu ola bilər bir ağır bir xəstəlik də ola bilər, ola bilər bir yüngül də xəstəlik ola bilər. Çünki biz hazır bizə deyilmiş simptoma biz dərman deyil. Yəni limfa vəzlərinin şişkinliyi bir simptomdur deyil. Yəni bir xəstəlik deyil. Çox bir iltihabi xəstəliklərdə doktor da bizi təsdiqləyər. Xəstəliklərdə bu şişə bilir. Yəni biz onu dəqiq bilsək, inşallah onu da deyə bilərdik. Mən bu qədər deyə bilərdim buna. İkincisi, allergiya üçün isə allergiyanın birinci əmələ gəlməsinin səbəbi yoğun bağırsaqda bağırsaq divarının demək olar möhtəviyyatının göbələklərə tutulmasıdır. Yəni bundan sonra bu sorulma zəifləyir və bu qaraciyərdən demək olar ki, qaraciyərin fəaliyyətini zəiflədir və bundan sonra qaraciyərdə piylənmələr baş verə bilir, damar daxilində xolesterinin miqdarının artması baş verə bilir. Yəni bunu təmizlənməsi üçün çox gözəl xalq təbabətində bizim vasitələr var. Məsələn, sarımsaqlı qatıq çox istifadə eləsin, balla sirkənin qarışığından, məsələn, axşam yatanda mütləq bir xörək qaşığı bal, bir xörək qaşığı sirkə bir-birinə qarışdırsın, bir stəkan suda bir-birinə qarışdırsın, içsin, bu daxili təmizləmək üçün çox gözəl bir vasitədir. Məsələn, qəbizlik dedi var, qəbizlik üçün bir deyim, elə bu mədəsinə də xeyirdir. 1 kilo əncir qurusu götürsün, 1 kilo zeytun
yağına qoysun və bundan gündə 3 dəfə yeməkdən yarım saat qabaq daxilə qəbul eləsin. Həm mədə bağırsağı üçün çox gözəl vasitədir, həm də qəbizlik üçün çox gözəl vasitədir. Təşəkkür edirəm. Təşəkkür edirəm. Çox sağ olun. Biz Bir də əlavə bir şey eləyim. Mənim pasiyentimizdə ikinci pasiyentdə övrə xəstəliyidir. Yəni övrə bu rus dilində krapinsa deyirlər. Yəni müxtəlif o dodağım şişir, o ümumiyyətlə təhlükəli bir xəstəlikdir. Müəyyən dərəcədə klinik ödəmünə gətirib çıxarda bilər. Ona görə də etioloji səbəb hardasa da müəyyən etmək lazımdır. Pasiyent deyir, mədəm ağrıyır, mədə ağrısı, qəbizlik var, bağırsağın sallanması var. Bu da o demək ki, istər-istəməz müəyyən dərəcədə o üzr istəyirəm, istər-istəməz müəyyən dərəcədə o böyük problemlər yarada bilər pasiyentimizə. Ona görə də ixtisaslı müalicə alması məsləhətdir. təşəkkür edirəm. Biz qısa reklam fasiləsinə ayrılırıq. Reklamlardan sonra bir yerdə olacağıq.